Yeni texnologiya düşüncələri mətnə çevirdi. Yapon tədqiqatçıları beynin fəaliyyətini izləyərək düşüncələri mətnə çevirən innovativ sistem hazırlayıb. Zehnin subtitrləri adlandırılan bu neyrotexnologiya fMRI cihazından alınan siqnalları süni intellekt vasitəsilə təhlil eləyir və semantik məzmunlu cümlələrə çevirir. Sınaqlar zamanı iştirakçılar videolara baxarkən və onları xatırlayarkən beynin müxtəlif sahələrindən toplanan məlumat əsasında məzmunun əsas xətti uğurla bərpa olunub. Araşdırma göstərir ki, sistem təkcə obyektləri deyil, hərəkət ardıcıllığını, məntiqi əlaqələri və vizual təəssüratı da ifadə edə bilir. Alimlər bu metodun gələcəkdə nitq qabiliyyətini itirmiş şəxslər üçün böyük kommunikasiya imkanı yaradacağını bildirir. Bununla belə, düşüncələrin mətnə çevrilməsi məxfilik və etik risklərə görə diqqətlə tənzimləməli sahə kimi qiymətləndirilir. Tədqiqat Involta Media tərəfindən 2025-ci il nəşrində təqdim olunub.